Salam aleykum. Bu günlərim sizlə abituriyentlər üçün kimyəvi rabitə, oxşaşma dərəcəsi bölməsinin izahını verməyə çalışacağam. Deməli, ilk dəfə ilk bölmə üçün biz öyrənəcəyik elektron-mənfilik, kimyəvi rabitənin tipləri, həmçinin kovalent rabitənin əməl edilmə mexanizmlərini öyrənməyə çalışacağıq bu dərsdə. Deməli, ümumiyyətlə elektron-mənfilik nədir? Elektron-mənfilik cərgəsini əvvəla bilmək lazımdır. Deməli, qeyri-metallarda elektron-mənfilik cərgəsini bilmək lazımdır ki, rabitə zamanı elektronların hansı atomdan hansı atoma doğru sürüşməsini biz bilək. Qeyri-metallarda elektron-mənfilik cədvəli sırası belədir. Elə bil əzbərləmək üçün daha rahat olsun deyə fol, niyə, sən, Can, Polad, Hüseynovu, Bərk, Sillələdin. Bəli, bu mənim öz hocamın mənə öyrətdiyi cümlədir. Sizin üçün də belə öyrədirəm ki, rahat olsun. Deməli, fol alman adıdır. Niyə sən Can, Polad, Hüseynovu, Bərk, Sillələdin. Aha, indi deyək görək bu fol kimdir? Flor ən qüvvətli qeyri-metaldır. Ən qüvvətli qeyri-metal olduğuna görə heç vaxt heç kimə elektron verməyəcək. Həmişə hər bir elementdən elektron alacaq. Yəni flordan sonra duran bütün elementlər, qeyri-metallar, metallar fərq etmədən ona elektron verəcəkdir. Ümumiyyətlə metallar hər kəsə elektron verir. Bilirsiniz ki, metallıq elektron vermək deməkdir də elə. Sinonim sözlərdir, belə deyək. Yəni müsbət yüklənəcək metallar. Lakin qeyri-metallar arasında adı üzərində qeyri-metal, yəni biraz paxıllıq olur, alanda olur, verəndə olur elektron. Ona görə burada artıq bu sıranı bilmək lazımdır. Ümumiyyətlə oksigen, məsələn, oksigenə baxaq. Oksigen digər bütün qeyri-metallardan elektron alacaq. Lakin flora oksigen elektron verəcək. Xlor oksigenlə flora elektron verəcək, amma digər bütün hamısından elektron alacaq. Bəs hidrogen kimdən elektron alır? Hidrogen, yəni bu sıranı bu istiqamətdə bilin ki, get-gedə zəifləyir də. Oksidləşdiricilik qabiliyyəti, elektron alma qabiliyyəti bu sırada bax belə getdikcə soldan sağa doğru getdikcə nə edir? Zəifləyir. Tamam. Əgər bu istiqamətdə zəifləyirsə hidrogen hansı qeyri-metallardan elektron alacaq? Bor, bax ox belə yönələcəkdir. Bordan hidrogenə doğru üzr istəyirəm. Hidrogenə doğru elektron axını baş verəcək. Hidrogenlə silisium arasındakı rabitədə də silisiumdan hidrogenə doğru elektron axını baş verəcəkdir. Bu olacaq elektron-mənfilik qaydası. Deməli, rabitənin əmələ gəlməsində iştirak edən elektronlar ümumiyyətlə valent elektronlarıdır. Biz 8-ci sinifin dərsliyində, əslində indiki 8-ci dərsliyində əslində çox qəşəng izah verilibdir. Deməli, ümumiyyətlə biz deyirik ki, element atomu oktet vəziyyətə özünü çatdırmaq istəyir. Hər bir element atomu özünü oktet, doymuş. Oktet nədir? 8'lik. Yəni, xarici energetik səviyyəsində 8 elektronu olsun və o doysun. Çünki biz bilirik ki, NS2, NP6, axı biz bilirik P3 xanadan maksimum 6 elektrondan, S də 1 xanadan maksimum 2 elektrondan ibarət olur da, düzdür? Və bu bunun tamamlanmış, doymuş halıdır. Hər bir elementdə özünü doydurmaq istəyir. Məsələn, metallar 1, 2, 3-cü A qrupda yerləşən, ümumiyyətlə metalların hamısı elektron verir. Yəni 1, 2, 3 A qrupunda yerləşənlər də elə öz qruplarına uyğun sabit valentli olduğuna görə neçə dənə elektron verəcəksə elə öz qrupuna uyğun verəcəkdir. Məsələn, deyirəm ki, natrium 1-ci qrupda yerləşir. Ümumiyyətlə rabitədən gedir də söhbət, onun növləri hansı rabitə olduğundan getmir. Ümumiyyətlə deyirəm ki, natrium 11-ci sıra nömrəsidir. O 1 elektronunu verir, özünü stabil formaya alır. Deyir ki, sən Allah, 1 elektron var, qıraqda qalıb, 2, 8, 1, mən bilmirəm o oktetə çatmaq üçün 8 qaydasına, 8'lik qaydasına 7 elektron alası deyiləm ki, bu mənə sərf eləmir. Hazır bu qıraqda olan 1 elektronunu verir, canını qutarır, borçlarını ödəyir, canını qutarır. Özünü nəyə oxşadacaq? 10-cu sırada yerləşən neona, ona ən yaxın olan təsirsiz qazın elektron konfigurasiyasına özünü bənzədir. Xarici energetik səviyyəsinə özünü bənzədir. Məsələn, deyirəm ki, fosfor. Fosfor 15-ci xanada yerləşən, nüvəsinin yükü 15 olan bir qeyri-metaldır.
Baxaq gör neçənci qrupdur? 5-ci qrupdur, düzdür? 2, 8, 5. Bax, indi deyirəm ki, hər kəs özünü təsirsiz qazlara bənzətmək istəyir. Təsirsiz qazlar da 8-ci qrupda yerləşir. Deməli, oktet vəziyyətə çatdırmaq istəyir də özünü hər kəs. Mən də deyirəm ki, bu 5. 5-ini versə, yoxsa alsa daha ona sərfəlidir. Yəni fosfor neçəsini alsa özünü çatdırır təsirsiz qazlara. Düzdür, fosfor müsbət 5 oksidaşma da göstərə bilir. Özündən güclülərə elektronunu verəcək, elə çatdıracaq təsirsiz qazlara özünü. Baxın, kimlərdir özündən güclü? Bax, baba, özündən əvvəldə dayanan hər kəsə elektronunu verəcək. Neynəyəcək? Özünü çatdıracaq təsirsiz qazlara. 2, 8, 10. Amma özündən zəiflərdən, yəni özündən zəif olan qeyri-metallardan, həmçinin özündən zəif olan təbii ki, metalların hamısından elektronu alacaq, 3 dənə elektron alacaq, özünü təsirsiz qazların konfigurasiyasına, yəni sonunu 8 eləyəcək, oktet vəziyyətə çatdıracaqdır. Aydın oldu. Buna əsasən biz onların oksidaşma dərəcəsinin minimum və maksimum halını müəyyən etmiş oluruq. Qeyri-metallar əsasən başladı bizdə 4-cü qrupdan və davam elədi 7-ci qrupa daxil olmaqla. 8 zaten dedik nədir? Təsirsiz qazlardır. Hamı özünü zaten kimə oxşatmaq istəyir? Təsirsiz qazlara. Nəyə görə? Çünki təsirsiz qazlar heç kim artıq onlar doyublar, öz konfigurasiyalarını tamamlayıblar, tək elektron qalmayıb. Belə deyək də, aristokrat insanlardır. Heç kimlə əlaqə qurmurlar. Elə bir ki, öz işləri ilə, öz həyatları ilə məşğuldurlar. Heç kimdə gözü yoxdur, heç kimə çatmağa çalışmırlar. Hər kəs onlara çatmağa çalışır. Məsələn, 4-cü qrupda olan karbon minimum oksidaşma dərəcəsi onun deyirik ki, məsələn, karbonun sıra nömrəsi 6-dır, düzdür? 2, 4. Sən bilirsən ki, 4-cü qrupda yerləşir karbon. Sıra nömrəsini bilmədin, tutaq ki, heç nə olmaz. Əsas odur ki, bilirsən ki, qrupuna uyğun 4-cü qrupda yerləşir və onun xarici energetik səviyyəsində 4 elektronu var. Bax, o 4 elektronunu verməklə özündən yüksəklərə, qorxduqlarına, bax, yuxarıda qeyd eləmişəm, görürsünüz? Özündən yüksəklərə verməklə müsbət 4 olur. Özünü çatdırır, demək tamamlanmış hala 2. Buna dublet hal deyəcəyik birazdan, izah edəcəm. Biri də var ki, özündən qorxaqlar var, sonra gələnlər. Fosfor, hidrogen, bor, silisium və digər metallar. Onlardan isə almaqla özünə, demək, neçədən elektron alar? Mənfi 4 olar da. 4 elektron özünə birləşdirməklə 8-ə çatdırmış olacaq. Aydın oldu? Məsələn, deyirəm ki, kükürt. Gələk kükürdə. Kükürt neçənci qrupdur? 6-cı qrupdur. 16 sıra nömrəsi olan 2, 8, 6. Baxın, 6-cı konfigurasiya dövrdə, qrupda yerləşir. 6-cı A qrupunda yerləşir. Deyirəm, 8-ə çatmaq üçün özünə neçə elektron lazımdır? Deyirsən 2. 6-ın üstə 2 gəlirəm, eləyir 8. Deməli, oktet vəziyyətə çatdı. Aydın oldu. Bəzi elementlər isə özlərini dublet vəziyyətə çatdırmaq istəyir. Məsələn, elektron verərək dubletə çatmaq istəyənlər var. Burada elektron, məsələn, kükürt elektron, məsələn, özündən yüksəklərə elektronunu verdiyi, 6 elektronun 6-sını da verdiyi, tutaq ki, məsələn, S, O3 valent, deməli, o oksidaşma dərəcəsini və valent imkanlarını izah edəndə bunu daha aydın izah edəcəm sizə. Burada oksigen mənfi 2 göstərir, kükürt isə burada müsbət 6 göstərir. Görürsünüz, özündən yüksəkdə olana, qorxduğuna bütün elektronlarını verdiyi, özünü yenə oktet vəziyyətə çatdırdı. Bayaqlarım karbon isə özündən, haradaydı karbon, itirdim, demək, karbon isə özündən qorxduqlarına, özündən yüksəklərə 4 elektronunu verir. Deməli, necə çatdırır? Zəng gəldi ona görə. Özünü, deməli, dublet vəziyyətə, baxın, çatdır, dublet. Əgər heliuma bənzədirsə özünü bir element atomu, bu dublet vəziyyətə çatmaqdır. 8-liyə tamamlayırsa bu oktet vəziyyətə çatmaqdır. Buna deyirlər 2-lik, buna deyirlər 8-lik. Yaxşı. Bu hissəni başa düşdüksə, bir də testlərdə bizə nə düşəcək? Məsələn, karbon verilib, xlor verilib, karbon və xlor verilib. Deyilir ki, deməli, elementlərdə elektron axını, elektron sürüşməsi hansıdır? Elementdən hansı elementə doğru gedə bilər də, yəni ki, rabitə zamanı. Deyirsən ki, zəifdən yüksəkdir, karbondan xlora doğru. Məsələn, deyirəm ki, silisium və hidrogen arasında rabitə zamanı elektron sıxlığı hansı tərəfə? Silisiumdan
hidrogenə, yoxsa hidrogendən silisium bu istiqamət düzdür, yoxsa bu istiqamət düzdür? Təbii ki, silisiumdan hidrogenə. Çünki biz sıra var idi öyrəndik ki, fol, niyə sən, Can Polad, Hüseynovu, Bərk sillələdin. Ən axırıncı budur. Məsələn, birini də deyirəm, məsələn, kükürddən xlora doğru, yoxsa xlordan kükürdə doğru. Sizcə deyirsən ki, kükürddən xlora doğru. Niyə? Çünki fol ilk 3 yüksək elektron mənfiliyə malik olan deməli element. Məsələn deyirəm ki, kükürddən oksigenə, yoxsa oksigendən kükürdə doğru, kükürddən oksigenə doğru. Məsələn deyirəm ki, karbondan bunu dedim, hə, karbondan xlora doğru olan dedim belə. Hə, bir də məsələn deyirəm ki, fosfordan hidrogenə doğru, yoxsa hidrogendən fosfora doğru. Can Polad Hüseynovu. Bax görsən, Hüseyn Poladdan sonra gəldi. Deməli hidrogen Poladdan sonra gəldiyinə görə fosfordan hidrogen fosfora elektron verəcəkdir. Düzdürmü? Sonra burada bir nüansı yadınıza salmaq istəyirəm. Biz dedik ki, sonuncu energetik səviyyədə valent elektronları nə adlanır? Sonuncu energetik səviyyədə olan elektronlar valent elektronlardan. Bir dənə yadınıza salın. Məsələn, fosforun üzərində desək 2, 8, 5. Məhz rabitə yaradan elektronlar da elə bax bu elektronlardan olur. Yəni ki, daxili təbəqədə bizdə heç axtarmayacağıq. Amma rabitə yaratmaq üçün bizə tək elektron lazımdır. Tək elektronlar sayəsində rabitəni yaradacağıq. Cüt elektronlar sayəsində də rabitə yarana bilər. O rabitənin digər mexanizmi adlanacaq. O belə deyək də istisna bir vəziyyət kimi izah edəcəm sizə də onu. Amma əsasən biz deyirik ki, rabitə yaranması üçün energetik səviyyədə, axırıncı energetik səviyyədə bizə tək elektron lazımdır. Bizə deyirik ki, bu axırıncı energetik səviyyədə olan elektronlar nə göstərir? Bax, birinci, valent elektronlarını göstərir. Bu bir. Sonra qrupun sayını göstərdi. Neçənci qrupa aid olduğunu göstərir. Qrupunun sayını göstərir. Sonra bir də maksimum valentliyini göstərir. Maksimum valentlik nə idi? Yəni maksimum oksidaşma dərəcəsi, maksimum valentlik. Yəni ki, fosfor bilirsiniz 3 və 5 valentli ola bilir və -3-dən müsbət 5-ə qədər deməli oksidaşma dərəcələrini göstərə bilir. Düzdür? Biz də deyirik ki, -3 niyə? Çünki 8-ə çatmaq üçün özünə 3 elektron lazımdır. Bəs müsbət 5 niyə? Özündən yüksəklərə elektron verdiyinə görə maksimum 5-ini verir ki, 8-ə oktet vəziyyətə özünü tamamlasın. Aydın oldu bu hissə. Davam edirik kimyəvi rabitənin növləri. Kimyəvi rabitənin deməli 4 növünü öyrənəcəyik. Kovalent rabitə, deməli ion rabitə, metal rabitə və öyrənəcəyik deməli hidrogen rabitəsi. Ümumiyyətlə ümumi elektron cütü vasitəsilə əmələ gələn kimyəvi rabitəyə kovalent rabitə deyilir. Ümumi elektron cütü, ortaq elektron cütü. Məsələn, getmisən dostunla pizza yeməyə, düzdür? Pizzanın qiyməti 8 manatdır, düzdürmü? 8 manatdırsa, sən də 4 manat verirsən, sən də 4 manat verirsən, pizzanı 2 hissəsini dostun yeyir, qalan hissələri sən yeyirsən, bəyəm? Yox. Axı bu 8 hissəyə bölünürsə, məsələn də pizza, düzdür? Onda mən nə edirəm? Dostumla bunu bölürəm. Yarı-yarı. Məsələn deyirəm, 4 hissəni mən yeyirəm, 4 hissəni də dostuma verirəm. Bax belə. Ortaqlı elektron cütü hesabına yaranır. Kovalent rabitənin deməli 2 dənə, ümumiyyətlə rabitəni yaradan 2 elektron olur. Bunu unutmayın. Yəni bir xətti, məsələn deyirəm ki, oksigen, hidrogen, hidrogen. Deyirəm burada neçə rabitə görürsən? Deyirsən 2 rabitə görürəm. Deyirəm bəs rabitədə iştirak edən neçə elektron var? Deyirsən ki, bir rabitəyə 2 elektron sərf olduğuna görə burada mən 4 elektronun sərf olduğunu görürəm. Ümumi su molekuluna neçə elektron sərf olub? Deyirsən 4 elektron. Ay bala, hardan aldın 4 elektronu? Deyirsən 2 rabitə var. Bir rabitənin əmələ gəlməsinə də 2 elektron sərf olunur. Bunu bildik. İndi mən deyirəm ki, ümumiyyətlə bütün rabitələrə aiddir. Kovalent rabitənin 2 dənə deməli mexanizmi var. Birinci mexanizm olduğu mübadilə mexanizmi, ortaq elektron cütü mübadilə mexanizmi. Yəni biri səndən, biri məndən olmalıdır elektron. Dünya dağlar ki, elə şey olmaz. Mübadilə mexanizmdə ola bilməz. İkisi də məndən olsun. Sən də gəl boş ciblə gəl gedək məndən yemək yeməyə. Yox, qətiyyən. Məndən 1 manat mən qoyuramsa 1 manat da sən qoymalısan. Belə. Buna deyirlər Nemeski şot. Düzdür, Alman xarakteri. Yəni dostdur olsa da 1 manat məndən 1 manat səndən olmalıdır deyir. Lakin digər mexanizm də isə donor akseptor. Bu biraz belə ürəkli dostdur. Deyir ki, yaxşı mən 2 manatı verirəm sənə. Narahat olma sən. Elə özünü gətir gəl. Cibin boş olsa da özünü gətir gəl.
deməli buna deyirlər donor, akseptor. Akseptor boş sahəsi olan element atomudur, boş sahəsi olur, yəni onun deməli xanası boşdur. Digər donor isə nə olur? Donor isə xarici təbəqədə cüt elektronu olur. Cüt elektronu olur, amma boş orbitalı yoxdur da. Gətirir bu birisinin boş orbitalına cüt elektronlarını qoyur, donor olur. Deyir ki, mən 2 manat verirəm, gedək bir yerdə oturaq yeyək. Yaxşı, mübadilə mexanizmini izah etmək üçün, məsələn, hidrogen molekulunun üzərində göstərirəm sizə indi. Hidrogen 1S1 gördüyünüz kimi 1 elektrona malikdir. Bax, belə xananın içində də göstərdik. Digər hidrogen H2 molekulunun əmələ gəlməsi üçün 2 dənə hidrogen atomu iştirak edir. Digər hidrogen atomu da öz 1 elektronunu götürür, qoluna vurur, gəlir. Üstdən bura 2 yazdım. Deyir, bir dəqiqə dayan, məndə də var elektron. Deyir, ay qardaş, gəl bir yerdə bir iş quraq. Deməli, alınır bizdə bir xananın içində elə bil ki, bax belə. Bircə dəqiqə. Biri səndən, biri məndən. Görsən, birləşdi, oldu H2 molekulu. Deməli, əgər biri səndən, biri məndən olursa, bu ortaqlı elektron cütü hesabına mübadilə mexanizmidir. Məsələn, deyirəm ki, H-xlor molekulunun əmələ gəlməsini yaz. Deyirsən, müəllim, hidrogenin 1 elektronu var, 1S1. Xlorun isə 17 elektronu var. Xarici təbəqədə bunun 7-si iştirak edir. 7 bunun həm nə idi? Valent elektronlarıdır. Deyirəm, yaxşı. De görək. Burada nə baş verəcək? Deyirsən ki, 3S2, 3P5 göstərir, düzdür? 3S2 tamdır, mənə bu lazım deyil. P5-i bu yanda göstərəcəm. 1, 2, 3. Bax, bu 1, 2, 3, 4, 5. Deyirsən ki, müəllim, bax bunun sonuncu energetik səviyyəsində bir dənə tək elektronu var gördüyün kimi. Bu bir tək elektron, axı biz dedik ki, rabitə yaradan elektronlar tək halda olmalıdır. Tək halda olanlar rabitə yaradır. Aha, bir tək elektronu hidrogenin digər tək elektronu ilə birləşir. Deməli, bir rabitə əmələ gəlir. Bir dənə, 2 dənə elektron bircə dənə rabitə əmələ gətirdi. Əmələ gəldi H-xlor. Elə bir yarıya kimi buna aiddir, yarıya kimi buna aiddir. Əl-ələ tutub gedirlər. Başa düşdünüz? Bu oldu mübadilə. Gəlirik donor-akseptor mexanizmi. Burada bir atomun bölünməmiş elektron cütü digər atomun boş orbitalı hesabına yaranır. Bir atomun bölünməmiş elektron cütü. Əsasən biz məktəb kursunda, deməli, ümumiyyətlə bunu, donor-akseptoru, deməli, Alfred Werner kəşf eləmişdir. Alfred Werner izahını bu alim vermişdir. İndi biz məktəb kursunda yalnız görəcəyik dəm qazında, hidroksonium ionunda, buna digər adı oksonium ionu adlanır və həmçinin ammonium ionu və ammonium ionunun daxil olduğu ammonium duzlarında görəcəyik, yəni. Məktəb kursunda bu birləşmələrdə biz nəyi görəcəyik? Donor-akseptor mexanizmini, kovalent rabitənin bu mexanizmi ilə əmələ gələn birləşmələri görəcəyik. Məsələn, indi CO-nun izahını verək, görək necə əmələ gəlir. Deyirəm ki, karbon 6 sıra nömrəsidir, 2, 4, düzdür? 2S2, 2P2, düzdürmü? Gəlin yazaq, bu 2S2, bu da P2. 1, 2. Gördüyünüz kimi onun boş sahəsi var. Bu akseptor ola bilər rahatlıqla. Çünki bunun boş orbitalı var. Yaxşı. İndi CO molekulunda oksigende iştirak edir axı rabitələrdə. Bilək ki, bu CO molekulu 3 qat rabitədir. Biz demişik ki, karbon 4 valentli olur. Yeganə maddədir ki, dəm qazında 3 qat olur. Oksigen də 2 valentli olur. Adətən H3O və dəm qazında sadəcə 3 valentlidir. Başqa hər yerdə oksigeni 2 valentli görəcəksiniz. Yaxşı. İndi deyirəm ki, bax, necə baş verəcək? Bax, indi oksigeni açırıq 8, 2, 6, xarici energetik səviyyə 2S2, 2P4, düzdür? 2P, mən istəyirdim qrafiki buradan yazım. 2P4, baxın, 1, 2, 3, 4. Gördünüzmü? Yaxşı, nə baş verəcək?
Deyir, burada 3 dənə rabitə var. Bunun biri donor akseptordur. İkisi nədir bəs ay müəllim? İkisi biri səndən, biri məndən mexanizmidir. Bax, biri donor akseptordur. Digərləri isə mübadilə mexanizmidir. Bu 2 dənə rabitənin yaranmasından 4 elektron sərf olub, düzdürmü? Çünki biz 2-ni 2-yə vurmalıydıq da, bir rabitəni 2 elektron sərf olur. Deməli 2 rabitə varsa 4 elektron sərf olur. İndi mən deyirəm ki, bax, təklər nədir? Təklər harda iştirak edəcək? Bax, yadda saxlayın. Tək elektronlar mübadilə mexanizmində iştirak edəcək. Mən də deyirəm ki, oksigenin neçə dənə tək elektronu var? Deyirsən, bu deməlidir, bax 2 dənə. Biri ilə karbonun biri təki. Bax, bu bir rabitə. Digər biri ilə də karbonun digər təki. Bu da oldu ikinci mübadilə mexanizmi ilə yaranan rabitə. Lakin donor akseptor zamanı isə oksigen deyir ki, bax, mənim 2 dənə oğlum var. Bu gedir Bakıya, tələbədirlər. Sənin boş evin var, deyirsən, hə, bax, kirə verə bilərəm. Bax, al. 2 dənə, bax, bir cütümü qoyuram bunun deməli səviyyə orbitalına, elə bir rabitə yaranmış olur. Deməli burada donor atomu neçə elektron iştirak elədi ümumi bu molekula? Gördüyünüz kimi donor atomun 4 elektronunun 4'ü də burada iştirak elədi. Bax, P yarım səviyyəsində olan elektronların 4'ü də iştirak etmiş oldu. Təkləri mübadilə mexanizmində iştirak elədi. Cütü isə harda iştirak elədi? Donor akseptorda. Əgər biz bunu nöqtələrlə belə deyək də elektron formulunu göstərəsi olsaq, oksigen ətrafında, bax deyirəm ki, bunlar təkdir. Bax, bu 1, bu 2, bu cütün biri, bu P, tutaq ki P'dir, bax, cütün biri. Bu isə digər cütüdür, bax, bu birisi cütüdür, gördünüz. Deməli, bu hansıdır? Xarici energetik səviyyəni, xarici energetik səviyyədə olan elektronları nöqtələr şəklində belə düzdük, düzdürmü? İndi baxaq. Aha. Deməli, bax, tək elektronlar mübadilədə iştirak elədi. Düzdür? Karbonun 1 və 2. Burada da karbonu yazıram. Bunun da axı tək elektronları var. Karbonun da tək elektronları var. Bax, bu oldu mübadilə. Biri səndən, biri məndən. Sonra deyirəm, görürəm ki, karbonun boş orbitalı var idi da burada. P yarım səviyyəsində boş orbitalı var idi. Bunlar təki idi, P yarım səviyyəsinin təkləri idi. Bu isə boşdur. Oksigen də götürür bu cüt elektronunu karbonun boş orbitalına qoyur və gördüyünüz kimi neçə dənə rabitə yaranmış oldu? 3 dənə rabitə yaranmış oldu. İkisi donor, üzr istəyirəm, ikisi mübadilə mexanizmi ilə, biri isə donor, akseptor mexanizmi ilə yarandı. Məsələn, indi keçirəm amonium ionunun izahına. Baxın, əvvəl NH3-ün izahına baxaq, amonyak. Amonyaka baxaq. Deyirəm ki, azot xarici təbəqəsində, ümumiyyətlə azot 7 elektronludur da, düzdür? Xarici təbəqəsində bunun neçəsi olacaq? 2-5 kimi yerləşdirəcəyik. 5 elektronu var, düzdürmü? Gəlin yazaqla. 2, 5. 2S2, 2P3'dür, düzdürmü? S cüt şəklində görsənəcək. P isə 3 dənə tək şəklində. Baxın, 3 dənə tək. 1, 2, 3. 3 dənə tək. İndi baxaq, azotun biri təki, ikisi, üçü və bu da olsun cütü. Cütünü göstərirəm. Azotun başında cütləri var. Tamam. İndi deyirəm ki, tək elektronlar hansı mexanizmin əmələ gəlməsində iştirak edirdi? Düzdür, kovalent rabitədir, amma hansı mexanizm? Mübadilə. Bax, tək biri səndən, biri məndən, biri səndən, biri məndən oldu. Bəs cüt elektronlar hansı mexanizmin əmələ gəlməsində iştirak edir? Donor akseptor. Deməli, neynədir? Bu amonyakın əmələ gəlməsi zamanı problem yoxdur. Mübadilədir. Biri səndən, biri məndən, biri səndən, biri məndən oldu bu mübadilə mexanizmi. Bax, görürsünüz mübadilə. Yazdım bura. Hə, biri deməli 3 dənə rabitə var. Hidrogenin sayına görə təyin elədik ki, elə burada neçə dənə rabitə var? 3 dənə rabitə var. Bəs neçə dənə rabitə elektron var? Yəni amonyak molekulundan söhbət gedir. 3-ü vurursan 2-yə, deyirsən 6 dənə elektron iştirak edib rabitələrin əmələ gəlməsində. Amma mən indi deyirəm ki, amonium ionu NH4-ün əmələ gəlməsi. Burada 4 dənə hidrogen var axı. Heç quruluşunu açmadan, formulun quruluşunu göstərmədən. Deyirəm burada neçə rabitə var? Deyirsən 4 rabitə var. Deyirəm neçə elektron iştirak edib? Deyirsən ki, rabitənin sayını 2-yə vururam, 8 elektron iştirak edir. Tamam. Amma indi baxacağıq ki, bu 8 elektron hardan gəlir? Əvvəla 3-ünü düzdür. 3-ü eyni ilə amonyakdakı kimi olacaqdır. Biri səndən, biri məndən. Bu olacaq mübadilə mexanizmi. Yenə deyirəm, tək elektronlar hansı mexanizmdə iştirak edir? Tək elektronlar mübadilə mexanizmində iştirak edir. Bəs cüt elektron isə digər hidrogenin elektronunu itirmiş və boş sahəsi olan digər bir hidrogenin, baxın, boş sahəsinə yerləşdirilir. O
bu rabitə artıq yenə 2 elektrondan əmələ gəlib. Lakin donor-akseptor rabitə adlanacaq. Donor kimdir? Azot. Neçə elektron qoyur rabitəyə? Donor rabitəyə 2 elektron qoyur. Hidrogen kimdir? Hidrogen akseptor sahə, yəni boş sahəsi olan bir belə deyək də hissəcik. Digər 3 rabitə hansı mexanizmdən yarandı? Tək elektronlar harda yaranır? Hansı rabitəni yaradır? Mübadilə mexanizmini yaradır. Tamam mı? Bəs adın səndə. Donor akseptor isə donorun cüt elektronu, bölünməmiş cüt elektronu hesabına yaranan rabitədir. Aydın oldu? Yaxşı. Hidroksonium iyonuna baxaq indi. Gəlin hidroksonium iyonuna da baxaq. Deməli, baxın, H2 onu əvvəl göstərirəm. Oksigen dedik ki, 8-dir. Düzdür? Biz oksigenin ətrafında o 6 dənə 2, 6 düzdük onu əslində. Qoy bir dənə mən rahat yazım bunu burada. Hə, bax burada yazacağım. Oksigen. Demişdik ki 6 elektron var. Xarici energetik səviyyəsində 6 elektron var. Onun neçəsidir? 2s2, 2p4-dür. 2 dənə cütü var, 2 dənə də təki var demişik. İndi gəlin baxaq. Bayaqlarım çəkmişdim, onu göstərmişdim. İndi bax, bir təki, bu ikinci təki, bu bir cütü, bu da bir cütü. Deməli 6 dənə elektron xarici energetik səviyyədə oksigenin ətrafına düzdük. İndi hər bir tək elektrona hidrogenlərin özləri birləşir. Çünki hidrogenlər özləri nədir? Tək elektronludur, bir dənə. Bax bu bir, bu da digər hidrogendir. Yəni bax bu bir elektrondur, bu da bir elektrondur hidrogenin. Bu hansı mexanizmdir? Tək elektronla əmələ gələnlər ortaq elektroncudur. Yəni mübadilə mexanizmidir. Biri səndən, biri məndən. Yaxşı. Bəs H3O necə yaranır? H3O hidroksonium iyonu isə digər bir hidrogenin akseptor sahəsi olan boş hidrogenin, yəni elektronu olmayan hidrogenə, deməli boş orbitalına oksigen cüt elektronunu yerləşdirməklə əmələ gəlir. Cüt elektronunu götürür, qoyur hara? Hidrogenin boş orbitalına. O zaman H3O molekulunda donor atom rabitəyə cəmi neçə elektron qoydu? 4-ünü qoydu. Bax 6 elektronu var ətrafında, onun 4-ünü ümumiyyətlə rabitədə iştirak elətdirdi, gördüyünüz kimi. Bəs desəm ki, H3O molekulunda məhz donor akseptor mexanizminə donor atom neçə elektron qoyub? Donor akseptor mexanizminə donor atom 2 elektronunu qoyur, gördüyünüz kimi. Bəs desəm ki, akseptor atomlar hansıdır? Deyirsən hidrogen. Onlar neçə elektron qoyur? 2. Ümumilikdə H3O molekulunda neçə elektron var deyəndə oturub hesablayırsan. Deyirsən ki, bax 3 hidrogen üstə gələ. Oksigende 8-dir də elektron sayı 8. Bu müsbət nə deməkdir? Elektron verdi. Çıx 1. Toplayıram eləyir 10. Deyirsən 10 elektron var cəmi. Deyirəm tamam. Bəs rabitələrin yaranmasında neçə elektron iştirak eləyir? Deyirsən rabitələr H3O 3 dənə rabitə var. 3 dənə rabitə var. İkisi mübadilə mexanizmi ilə əmələ gəlir. Biri donor akseptor mexanizmi ilə əmələ gəlir. Gördüyünüz kimi. 3 rabitənin yaranmasında cəmi neçə elektron iştirak eləyir? 3-ü 2-yə vur 6. Və yaxud belə göstərək bax. 3 1 2 3 4 5, 6. Gördün mü? Fərqi yoxdur. Donor yoxsa akseptor atomdur, kimdir, nəçidir? Əsas odur ki, deyirik ki, ümumiyyətlə H3O molekulunun rabitələrinin yaranmasında neçə elektron iştirak edir? Deyirsən 4. İndi deyirəm ki, rabitələrə sərf olan elektron sayı ümumi elektronun neçə faizini təşkil edir? Rabitələrə sərf olan elektron sayı 4, ümumi elektronların 40 faizini təşkil edir deyirsən. Yaxşı, başqa bir sual verirəm. Deyirəm ki, üzr istəyirəm, 4 nəymiş? Əstağfurullah, 6 deyəsiyəm, 6 dənə elektron. Ağlım donora, növbəti sualıma gedib beynimdə ona görə. Bax, saydı 2, 4, 6. 6 dənə elektron. Deyirəm ki, ümumi rabitələrə sərf olan elektron sayı, ümumi molekulda olan elektron sayına nisbətini tap. Faizini, neçə faizini təşkil ediyini tap. Deyirsən 6 böl 10, 60 faiz. İndi deyirəm ki, sualda, deyirəm ki, donor atomun, məhz donor atomun
Rabitələrin əmələ gəlməsində sərf etdiyi elektron sayı ümumi elektronların H3O molekulundan gedir söhbət. Ümumi elektronların neçə faizini təşkil edir? Deyirsən ki, H3O molekulunda donor atom 4 elektronunu sərf edir. İkisini mübadilə mexanizminə, ikisini isə bir cütünü elə bil ki, bir cüt ikisini isə bir hara qoydu? Donor akseptor mexanizminə sərf elədi. Cəmi 4 elektron sərf eləmiş oldu, düzdür? 4 elektronunu sərf edirsə 4-ü bölürsən 10-a, vurursan 100-ə, bu deyiləcək 40%, deməli donor atomun sərf elədiyi elektron sayıdır. Bu cürə məsələlər düşə bilir. Sualınız olanda təkrarən verərsiniz. Ümumiyyətlə videoda dönüb baxarsınız digər donor akseptor mexanizmlərin izahına. Ümumiyyətlə amonium iyonu ilə amonyakın fərqi nədir? Amonyakla amonium iyonunda azotun oksidaşma dərəcəsi eynidir. -3, -3. Lakin valentlik dəyişir. Burada 4 valentlidir, burada 3 valentli. Yadınızda qalsın. -3, -3 dəyişmir. Amma biri 3 valentlidir, biri 4 valentlidir. Heç vaxt unutmayın, testdə də bu düşəcəkdir. Hidroksonium iyonunda isə oksigen 3 valentlidir, amma oksidaşma dərəcəsi -2-dir. Dəm qazında da, CO-da da deməli valentlik 3-dür. İstisna demişdik ki, deməli karbon həmişə 4 valentli olur. Burada dəm qazında 3 valentli olacaq. Bu qədər donor akseptorun yaranma mexanizmi bu qədər, amma bir sonraki dərsimizdə kovalent rabitənin növlərini, polyar, qeyri-polyarını izah edəcəm. Video çox uzun olmasın deyə burada dayandırıram.